Salamlar hər birinizə. Podkastımın 5-ci bölümünə xoş gəlmisiniz. Bugün danışacağım mövzu biraz çətin və emosional olaraq bir insanın həm yaşadığı, amma yaşarkən də doğrudan da həm özünə, həm ətrafındakilara etiraf etməkdən çəkindiyi bir mövzudur. İlk öncə ondan başlamaq istərdim ki, illər öncə bəlkə də bir 20'li yaşlara yaxınkən mən ailəmə bildirmişdim ki, mən çox yorğunam. Yəni çox ciddi bir idmanla məşğul olmuram, çox dəhşətli ciddi bir rutinim də yoxdur ki, deyəm ki, mən bütün günü ayaq üstəyəm, bütün günü hər hansısa bir enerji istifadə edəcək bir işlə məşğulam ki, mənim bu qədər enerjimin olmamağı normal deyil. Mənə normal gəlmir ən azından. Ətrafımdakılara da baxıb özümü müqayisə eləyəndə bununla bağlı müraciət elədim. Dedim ki, məncə mənim nəsə problemim var. Bununla bağlı hətta mən ciddi almasalar belə çox təkiddən sonra artıq həkimə ümumi bir yoxlanış üçün müraciət etməyə başladıq və orada da mənə sual veriləndə ki, şikayətiniz nədir? Mən deməm ki, yorğunam, enerjim çatmır. Çox şey eləmək istəyirəm, amma enerji olaraq özümü çatdıra bilmirəm. Təbii ki, məni yenə də ciddi almadılar. Bəzi vitamin yoxlanışlarına falan başladıqlarından sonra qərar verdilər ki, mən böyüdürəm bəzi məsələləri. Amma ki, mən yenə də buna inanmadım. Özüm üzərində illər üzərində baxdım ki, mən nəyə yoruluram, nəyə yorulmuram. Yenə də çox uzun bir müddət bir cavab tapa bilmədim ki, mən nədən yorğunam. Və son bu il ərzində deyərdim ki, belə bir nəticəyə gəldim və çox yerdə məlumatları oxuduqdan sonra ki, ən çox bədəndə enerjimizi nəyə aparır? Ümumiyyətlə bu enerji deyilən şey hardan gəlir, nə ilə başlamalıdır, necə eləyə bilərik ki, çoxlu meyvə yeyək, çox enerjimiz olsun. Çoxlu ət yeyək, enerjimiz olsun. Yoxsa ümumiyyətlə yeməklə əlaqəsi yoxdurmu? İdman mı eləmək lazımdır, nə qədər eləmək lazımdır, nə ilə məşğul olmaq lazımdır? Yəni bu hər hansı bir qapalı idman zalına gedib orada da məşğul olmaq lazımdır, yoxsa açıq havaya da lazımdır? Səhərlər çıxıb D vitaminimi almalıyam? Yəni bu sualların, bu variantların deyə bilərəm ki, hər birini araşdırmışam. Hər biri üzərində də doğrudan özümdə test etmişəm. Ətrafımdakilərdən də soruşmaq, müzakirə eləmək və həmçinin də müqayisə eləyərək bu variantları araşdırmağa başladım. Və sonunda mənim gəldiyim nəticə odur ki, və statistikada bunu göstərir ki, insan bədənində ən çox resurslarını, enerji resurslarını xərcləyən orqan təbii ki, beyindir. Amma ki, mən beynimi niyə bu qədər işlədirəm, nəyə bu qədər işlədirəm? Deyə bilərəm ki, necə ki, kompüter çox işlədikcə o enerji sərfiyyatı edir. Mən əgər düşünürdümsə ki, mənim beynim necə ola bilər ki, 7-24 aktiv halda olsa, ancaq bu halda mən bu qədər yorula bilərəm. Və məlum oldu ki, əslində çox kiçik bir bizim əslində gün ərzində kontrol eləmədiyimiz, bizim bu backgroundda, arxa fonda gedən bir hadisələrdən biri oldu ki, beynimiz əslində biz nəyinəsə bağlı düşünsək də, düşünməsək də əslində 7-24 işləyir. Sadəcə yuxuda olduğumuz vaxtlar aktiv şəkildə işləmir, amma yenə də orada yuxu prosesləri və bəzi analizlər də arxa fonda gedir, amma nisbətən oyaq olduğumuz vaxtda əsasən daha az sərfiyyat var. Və mən başa düşməyə çalışdım ki, niyə mənim beynim doğrudan da mən görmədiyim şeyləri arxa fonda düşünür. Yəni mən hal-hazırda bir şey haqqında düşünürəmsə bunu anlaya bilərəm. Amma ki, arxa fonda gedən düşüncələrimi necə anlaya bilərəm? Bu mənim üçün növbəti maraqlı bir sual idi. Və belə bir Instagramda çox gülməli bir post görmüşdüm ki, mənim beynim çox belə səhifə açıq olan bir kompüterə bənzəyir və musiqinin hardan gəldiyini bilmirəm. Əminəm ki, hər bir kompüter istifadəçisinin belə bir halı olub ki, eyni anda bir neçə səhifə açılıb və bir yerdən hansı səs gəlir və başa düşə bilmirik. Amma ki, eyni anda da çox səhifələr açıq olduğu üçün onları idarə etmək də əslində çətindir. Və nəzərə alsaq ki, bütün texnologiyalar, internet, sosial media hamısı bizim insandan ilham alaraq, insanın işləmə prinsiplərini ilham alaraq yaradılıb. Mən də düşündüm ki, niyə də yox? Bəlkə də mənim də beynimdə doğrudan da açıq səhifələr var və mən onu bağlamalıyam bir-bir.
və başladım da ki, bu səhifələri başa düşməyə və özümlə bağlı müşahidələr eləməyə. Və bir çoxumuzun da eşitdiyi, yəni də son illərin trendi olan məsələ overthinking, yəni həddindən artıq düşünmə trendinin özümdə əslində çox olduğunu, düzdür, bir şeylərə ad qoymaq, onları adlandırmaq bəzən düzgün sadəcə psixoloq və yaxud bir həkim yardımı ilə olunmalıdır. Amma ki, mən deyə bilərəm ki, overthinking, həddindən artıq düşünmə deyəndə mən nəyi nəzərdə tuturam? Bir məsələ, bir insan, bir əşya haqqında yetərin olduğundan daha çox düşünmək. Məsələn, bir insanla görüşə gedəcəksinizsə, o görüşə gedəcəyinizsə ki, geyiminizi fikirləşmək, gedəcəyiniz yer haqqında, yol haqqında, necə gedəcəyinizi fikirləşmək və bununla bağlı müsbət düşüncələrdə olmaq təbii ki, vacibdir və olmalıdır da əslində. Yəni düşünməliyik ki, biz ora necə gedəcəyik, bir seçməliyik və gedib ora çata bilək. Amma ki, biz əgər bir gün öncədən bütün bu detallara qərar verməyə çalışırıqsa, mən ora necə gedəcəm, gedəndə necə salam verməliyəm, hansı tərəfdə oturmalıyam, necə eləyim ki, qarşımdakı belə hiss etməsin, necə eləyə bilərəm ki, ümumiyyətlə söhbətimiz uğurlu alınsın və bu, yəni vacib bir insanla getmir. Sadəcə deyək ki, bir dostumuzla görüşürük. Harda oturum, nə qədər oturum, nədən danışım, nədən danışmayım, nə vaxt durub getsəm yaxşıdır, necə getsəm, birmi gedək, ayrı-ayrı mı gedək. Yəni artıq bu qədər detala getməyi mən adlandırardım ki, bir mövzu haqqında və ya hər hansı bir şey haqqında həddindən artıq düşünmək. Və doğrudan da gördüm ki, bu nə tək mənə məxsus olan bir, necə deyərlər, habitdir, bir xarakterdir. Yəni ki, buna artıq adət olunub və ətrafımdakilərdə çox gördüm ki, bəzi şeyləri bəlkə də çox haqqında fikirləşirik və bu çox haqqında fikirləşdikcə də təsəvvür edin ki, siz sadəcə bir kompüteri açıb orada görə biləcəyiniz işi o təbdən bu təbə keçirsiniz, tez açırsınız, bağlayırsınız kompüteri, orada axtarırsınız, burada axtarırsınız. Təbii ki, kompüterin də enerjisi gedəcək və eyni şey məncə insan üçün də doğrudur ki, biz artıq bir mövzu haqqında yetəri olduğundan daha çox düşündükdə, bu detallara çox fokuslandıqda biz ona xərcləyə biləcəyimizin bəlkə də 5 qatı, 10 qatı, 20 qatı daha çox enerjimizi sərf edirik. Və nəticədə nə olur? Təsəvvür edin ki, siz bir gün öncədən, 2 gün öncədən, bəzi insanlar tanıyıram, doğrudan da bir həftə öncədən bu suallarla boğuşur. Doğrudan da bunu artıq düşünmək yox, boğuşmaq deyərdim. Bunları düşünür və təsəvvür edin ki, bu insana görüşə gedəndə nə qədər enerjisi olacaq. Təbii ki, o artıq bütün o enerjisini, bütün o həftənin ona verdiyi imkanları sadəcə düşüncələrinə verdi və bu beyninin içində yaşadıqca bu anı artıq öz enerjisi doğrudan da o anı yaşamağa qalmır. Və deyərdim ki, bunu biz, məsələn, indi deyəndə bəlkə çoxlarınıza çox belə böyüdülmüş gələcək ki, yox, heç kim belə düşünmür, amma əslində düşünürük. Öz həyatınıza da fikir versəniz, görərsiniz ki, çox kiçik məsələlər haqqında bəlkə ola bilər sizə böyük məsələ kimi gəlir, amma başqalarına çox kiçik bir məsələ gəlir. Və bu məsələləri biz nə qədər əlavə yük yüklüyürük, nə qədər əlavə emosiya yüklüyürük ki, biz birisi ilə görüşəcəyik, o mənim haqqımda belə fikirləşəcək, elə fikirləşəcək. Hansı ki, qarşımızdakı bundan doğrudan da xəbəri yoxdur. O insan sadəcə sizlə görüşməyə gəlir, sizlə bir söhbətə gəlir. Amma biz artıq beynimizdə bəzən heç o qarşımızdakına qulağa belə asmırıq. O nəsə deyəndə fikirləşir ki, görən belə fikirləşdi, görən elə deyər. Mənim oturuşumdan nə başa düşdü. Duranda görən pis başa düşmədi. Yəni o qədər düşünürük, o qədər emosiya yüklüyürük ki, artıq beynimiz də oradan da bizim əlimizdə olan və bəzən də olduğundan artıq qədər emosiya yüklüyür hər şeyə və sonunda da evə gələndə doğrudan da o enerji resurslarımızın olmadığını görürük və belə də baxırıq ki, mən heç nə eləməmişəm axı. Niyə yorğunam? Əslində olansa beynimiz çox şeylər edib bizim üçün. Və mən də deyərdim ki, bu mövzuda ekspert biri idim. Çox uzun zamandır. Bunun fərqinə varana qədər. Mənim hal-hazırda çalışdığım sahədə, yəni risklə bağlıdır. Ümumiyyətlə risklərin araşdırılması, azaldılması. Və mən də fikirləşirdim ki, niyə çox uğurluyam bu sahədə?
Çünki hər hansı bir məsələ ilə bağlı mən sizə nə səhv gedə bilər, onu deyə bilərdim. Məsələn, mən bir yerə gedəcəmsə, işə olsun, hər hansı bir, yəni idmana belə ola bilər. Gedib ora çatacağımı bildiyim vaxtın 2 dəfə artıq əlavə vaxt götürərdim. Məsələn, yarım saatlıq yola mən 1 saat vaxt götürürəm ki, birdən yolu bağlayarlar. Birdən yolda maşın dayanar. Birdən nəsə taksi çağıraram, gəlməz. 2-3 dənəsini çağırmalı oluram. Birdən nəsə gedərəm, orada başıma gələr. Yəni ola biləcək hər şeyi nəzərə alaraq mən hər zaman hər yerə çatmalı olduğumdan əvvəl çatırdım. Mümkün deyil ki, mən harasa gecikim. Çünki çox nadir hallarda olur ki, mənim ağlıma gəlməyən hər hansı bir extraordinary hadisə, çox qeyri-adi bir şey başıma gələr. Amma ki, mən bu nəyin səhv gedəcəyi haqqında çox yaxşı düşünən bir insanım. Və bunu çox yaxşı olmasına baxmayaraq, mənim özüm üçün, yəni mənim karyera cəhətdə mənə dəstək versə də, mənim şəxsi həyatım üçün çox da yaxşı bir şey deyil. Çünki hər zaman bir yerə gedəndə gözləyən mən oluram, bəzən çox adam da gecikir ətrafımda. Hətta deyərdim ki, mənim dostlarımın çoxu gecikir və bəlkə də mənə bir siqnal imiş ki, mən həyatımda bəzi şeylərə fərqli gözlə baxım ki, məsələn, insanlar gecikilə bilər. Mənim də gecikməyə haqqım var. Mən niyə bütün pis senaryoları ağlımdan keçirirəm, analiz edirəm o yola gedənə qədər, çatana qədər ki, yox, mən 5-də demişiksə 5-də görüşməli, yoxsa dünyanın axırıdır. Heç də axırı deyil. Yəni işə belə olsa, hər hansı bir görüşə belə olsa, nəzərə alsaq ki, bir çoxumuz böyük şəhərlərdə yaşayır və hər birimizin bir tıxac problemi var. Hamı məncə bu mövzuya qarşı anlayışlı olur. Ona görə də deyərdim ki, bu bacarığım, hər şeyin pisini düşünmək mənə şəxsi həyatımda çox da böyük bir şeylər gətirmədi. Və mən son zamanlar düşünməyə başladım ki, son 1 ildə bunun üzərində dedim ki, çalışacağam və beynimi dayandırmağa çalışacağam. Necə ki, dayandırmaq, yəni təbii ki, o deyil ki, mən bir yerə gedirəmsə taksi haqqında düşünməliyəm. Amma ki, taksi haqqında düşündüm və qalanlarını doğrudan da axışa buraxmaqdan söhbət gedir ki, məsələn, mən taksi ilə gedirəm, taksi sürücüsü mən düşündüyüm yolla getmirsə, başqa bir yolla gedirsə, artıq bunu taksi məni qaçırdacaq, başıma bir iş gələcək, o gecikəcək, orada olan vaxtla getməyəcək. Bu haqqında düşünmürəm. Mən artıq o taksiyə minmişəmsə, bu məsuliyyəti taksi şoförünə vermişəmsə, artıq bu prosesə güvənməyə çalışdırdım özümü ki, o adam öz işini görür və mən də o adama işini gördüyü üçün ödəniş edirəm. Və bu o deməkdir ki, o öz işinə görə məsuliyyət daşıyır və məni son gedəcəyim yerə qədər çatdıracaqdır. Yəni məni indiyə qədər belə baxanda taksidən düşürdən 1 və ya 2 hal olub ki, maşın xarab olub və heç bir taksi şoförü yolun ortasına qərar verməyib ki, yox, mən getmirəm. Amma mən niyə düşünürəm ki, mənim başıma belə bir iş gələcək? Bu artıq ola bilər ki, hər hansı bir yaşadığım hadisə ilə bağlıdır ki, həyatımda bir dəfə olub, amma mən düşünməyə başlamışam ki, yox, bu hər dəfə ola bilər. Ola bilər, yenə də ola bilər hər hansı bir, amma yenə də bu o demək deyil ki, mən məsələn hər gün taksiyə minirəmsə, bunun barəsində hər gün düşünməliyəm. Əgər o hadisə baş versə, təbii ki, o anda mən başqa bir çıxış yolu tapacağam. Bu o demək deyil ki, mən hər şeyi öncədən planlamalıyam, hər şeyin qarşısını almaq üçün bir backup planım olmalıdır. Sizi inandırım ki, yəni bunu bilmirəm nə qədər adam edir öz həyatında. Hətta mən məsələn fikirləşirəm ki, gecikəcəm bir yerə, gedib soruşanda nə deyəcəm? Sorsalar ki, niyə gecikdin, belə deyərəm. Desələr, ondan sonra belə desələr, deyərəm ki, belədir. Desələr, niyə tez çıxmamışdım, deyərəm belə. Yəni bütün o conversationları mən beynimdə yaşayırdım və gedəndən sonra heç kim mənə soruşmurdu. Hamı başa düşür ki, tıxacıqda, yəni hamının və mən xronik şəkildə işə gecikmirəmsə, heç kimin şübhəsi yox idi ki, mən məsuliyyətsizəm. Bir dəfə gecikmişəmsə, bunu hamı başa düşürdü ki, hamıda istisna hallarda olur, öz kontrolumuzun kənarında olan o qədər hadisə olur ki, yəni bunu kontrol etməyə çalışmaq doğrudan da məsələn hər gün zəlzələ riski ilə bağlı bir nəsə tədbir görmək. Hər gün elə bil ki, zəlzələ sumkavısı çantanızı özünüzlə götürürsünüz, işə gedirsiniz ki, birdən zəlzələ olar. Yəni, okey, zəlzələ olsa, siz bundan qorunmuş olacaqsınız. Amma o demək deyil ki, siz hər gün neçə kiloluq çantanı özünüzlə daşımalısınız. Və deyərdim ki, düşüncələr də eyni o ağır çanta kimidir ki, sizin beyninizdə sizə doğrudan da ağırlıq verən, sizin o həyat enerjinizi alan
bir düşüncələrdir və deyərdim ki də doğrudan da indiyə qədər gördüyüm bütün insanlardan da soruşduğum qədərilə və araşdırdığım deyəndə sadəcə onlayn məqalələrdən söhbət getmir. Elmi araşdırmalar, doğrudan da bunun üzərinə yazılmış kitablardan gördüyüm qədərilə doğrudan da insanın enerjisini götürən ən çox şey beynində apardığı düşüncələrdir. Və təbii ki, bunların üstünə gələndə və mənim bu qədər şey haqqında düşünməyimi görəndə fikirləşdim ki, yəqin ki, tək deyiləm və gördüyüm qədər də tək deyiləm. Ola bilər ki, bəziləriniz məndən daha çox düşünürsünüz, bəziləriniz mənə nisbətən çox daha yüngül yaşayırsınız bu halı. Amma ki, bunu paylaşmaqda məqsədim odur ki, bu normaldır. Bəzi insanlar sadəcə öz həyatlarını kontrol eləməyə öyrəşiblər və bunun məsələn, mən kiçik vaxtlarından görmüşəm ki, mən bunu eləyəndə həyatımı daha nəzarətli hiss edirəm və özümü daha, necə deyərlər, təhlükəsizlikdə hiss edirəm ki, nə olsa mənim bir backup planım var, bir B planım var ki, nə olsa mən ötəsindən gələcəm və bu mənə artıq uşaq vaxtlarımda, yəni 20'li yaşlardan öncə mənə doğrudan da bir safety, security, bir təhlükəsizlik hissi verirdi. Amma ki, düşünəndə ki, mən artıq 25 yaşında bir insanam və bu şeyləri eləmədən də özümü təhlükəsiz hiss edə bilərəm əslində. Artıq mən digər bir yolu seçməyə başladım ki, doğrudan da hər şeyə hazırlıqlı olmağa yox, daha çox özümə güvənməyə ki, okey, hər şey baş verə bilər. Bu mənim kontrolum kənarındadır. Mən sadəcə özümə, öz düşüncələrimə, öz hərəkətlərimə cavabdehəm. Ola bilər ki, hər hansı bir qəza baş versin, o qəzada əgər mən sürücü rolunda deyiləmsə, bu qəza mənim kontrolumun kənarındadır. Mənim maksimum eləyə biləcəyim şey güvəndiyim sürücülərlə səyahət etməkdir və yaxud düzgün taksi şirkətləri ilə çalışmaqdır. Yəni mənim maksimum eləyə biləcəyim budur. Başqa heç nəyi kontrol edə bilmərəm orada. Və yaxud mən əgər düşünürəmsə ki, birdən məni işdən atsalar, mən nə edərəm? Bunun üçün mənim elədiyim bütün gün bunu haqqında düşünmək mənə heç nə verməyəcək. Bu ehtimal hər birimizin həyatında var ki, hər an bir şey ola bilər, yəni gözlənilməz hallar həm bizə, həm ətrafımızdakilara. Lakin bunun haqqında əvvəlcədən düşünmək heç bir doğrudan da bizə fayda vermir. Sadəcə bizim enerjimizi alır və həmin an gəldikdə belə o fikirləşdiklərimizin çoxu yadımızdan çıxacaq. O fikirləşdiklərimizin çoxunu biz doğrudan da həyata keçirtməyəcəyik. Ona görə də əslində bir pis cəhəti də ondan ibarətdir ki, biz həyatda pis gedə biləcək şeylərə fokuslandıqca yaxşı gedəcək və yaxşı gedən şeylərin doğrudan da buraxırıq. Məsələn, mən əgər çox fokuslanmışamsa ki, bir şey pis getsə nə edəcəm? O şey yaxşı getsə belə, o artıq mənə zövq vermir. Çünki mən onun pis olmasına özümü hazırlamışdım və pis olmasına o qədər fikirləşdim ki, artıq yaxşı olanda mən ona sevinəcək gücüm belə yoxdur. Yəni çox qəribə bir haldır əslində ki, biz hər şeyin yaxşı getməsini istəyirik, amma pis getməsi üçün planlar qururuq. Niyə də yaxşı getməsi üçün planlar qurmuruq? Niyə də düşünmürük ki, biz necə eləyə bilərəm ki, mən hər şey yaxşı getsin? Nəinki pisin qarşısını almaq, yaxşı olması üçün çalışmaq. Əgər mən istəyirəmsə ki, mən davamlı işim olsun, mən bunun üçün özümə investisiya eləməliyəm. Öz karyeram üzərində çalışmalıyam, təlimlərimə çalışmalıyam. Yəni yaxşı getməsi üçün nələrsə eləməliyəm. Pis getməsi üçün özümü bütün risklərdən, yəni riskli situasiyalardan uzaq tutmaq mənə heç nə verməyəcək. O məni daha da inkişafdan qoyacaq. Eyni zamanda hər məsələ üçün biz əgər yaxşı olması üçün, bir yaxşı münasibət üçün çalışmırıq, amma biri bizi tərk eləyər, biri bizi qoyub gedər qorxusu ilə yaşayıb heç kimlə görüşmürüksə, biz əslində yaxşı biri ilə görüşüb yaxşı hissləri yaşamaqdan da özümüzü kənara qoyuruq, özümüzə icazə vermirik. Bu da ona gətirib çıxardır ki, ya neytral, ya da ki doğrudan da pis senariyalarımızı yaşadığımız bir həyatımız olur. Çünki insan beyni onda belə bir qəribəliyi və belə bir gücü var ki, biz nəyi təsəvvür ediriksə, beynimiz düşünür ki, okey,
bu insan bunu təsəvvür elədi. Demək ki, bu reallıqda da olacaq və o reallığı yaratmaq üçün artıq bizim üçün çalışır. Eyni zamanda yaxşı bir şey haqqında düşünəndə əminəm ki, bir çoxumuza olub ki, fikirləşir ki, belə olsa necə gözəl olardı və çox gözlənilməz bir anda elə bir hal yaşanır. Adi belə məndə olmuşdu ki, evdən çıxanda sədəcə işə gedəndə fikirləşdim ki, nə gözəl olardı kimsə mənə kofe hədiyyə eləsəydi. Niyəsə ağlımdan belə bir his keçdi. Yəni mənim üçün o kofeni səhər almaq doğrudan da çox ciddi bir məbləğ tələb eləmir də. Onu mən özümə icazə verə bilərəm. Sadəcə düşündüm ki, nə gözəl olardı ki, mənə kimsə kofe hədiyyə eləsə. Mən işə getdiyimdə çox gözlənilməz bir anda mənə kofe təklif etdilər ki, gəl gedək kofe götürək və mənə onu doğrudan da belə təmiz ürəklə təklif edilər ki, bu dəfə mən sənə kofe almaq istəyirəm və mən bunu düşünərək eləmədim, bilərək eləmədim. Sadəcə o ssenarini, o səhnəni yaşadım beynimdə bir anlıq və gördüm ki, doğrudan da çox kiçik şeylərdən başlayaraq mən öz ssenarimi özüm qura bilirəm. Niyə mən fikirləşməliyəm ki, kimsə mənə dava eləyəcək yolda? Niyə düşünmürəm ki, yolda kimsə mənə çox xoş bir söz deyə bilər, çox yaxşılıq eləyə bilər? Əminəm ki, hər birinizin həyatında olub ki, tanımadığınız birisi elə bir yaxşılıq eləyib ki, yəni heç gözlənilməz bir anda. Amma əminəm ki, o yaşadığınız anı nə vaxtsa siz təsəvvür eləmisiniz. Ya siz eyni anı kiməsə yaşatmısınız, ona o xoşbəxtliyi bəxş eləmisiniz. Ya da ki, doğrudan da bunu düşünüb və bu düşüncəyə inanmısınız ki, həyatda belə şeylər baş verə bilər. Və beynimiz doğrudan da biz inanmadığımız heç nəyi bizə yaşatmır. Çünki beynimizin yaşaması üçün bəzi şeyləri o bizim necə deyirlər, databazamızda olmalıdır. Bizim beynimizin ambarında, belə deyirlər, düşüncə ambarında o səhnə, o düşüncə, o fikir olmalıdır ki, o sizin üçün o reallığı yaratsın. Çünki məsələn, kompüterdə bir fayl yoxdursa, o fayl haqqında kompüterin heç bir fikri olmayacaq. Amma siz o faylı kompüterə daxil edəndən sonra ola bilər ki, o fayl hər gün sizin qabağınıza çıxmasın. Amma nə vaxtsa gəlib çıxacaq, nə vaxtsa o faylda olanları siz açıb baxacaqsınız və beynimizdə də doğrudan da elə bir sistem var ki, biz ona yaxşı şeyləri öyrətməsək, biz ona yaxşı məlumatları əlavə eləməsək, o artıq yaxşı reallığı görə də bilmir ilk öncə. İkincisi isə o reallığı yarada bilmir. Belə bir fenomen var ki, məsələn, siz yeni bir məsələ öyrənəndə, yeni bir ad eşidəndə, yeni bir maşın markası ilə tanışanda, o artıq maşın markasını şəhərdə daha çox görməyə başlayırsınız. Bu demək deyil ki, siz öyrəndən sonra o maşını şəhərə gətiriblər. Bu sadəcə ona irəli gəlir ki, artıq siz onu tanıdığınız üçün onu görəndə beyniniz ona fikir verir. Beyniniz onu tanıyır və sizə göstərir ki, bax, sən o gün bir şey öyrənmişdin, bax o maşından. Və yaxud birini görürsünüz, birini tanımırsınızsa, şəhərdə o adamı görəndə sizə heç bir mənası yoxdur. O adam sizin üçün neytral biridir. Amma artıq o adamla tanışlıq qurandan sonra beyniniz hər dəfə onu sizə göstərir ki, bax filan kəs sən tanış olmuşdun, bax filan kəs. Yəni eyni şeylər bizim həyat ssenariyolarımız üçün, başımıza gələnlər üçün də mövcuddur. Doğrudan da ki, biz nələri beynimizə öyrətsək, necə məlumat daxil eləsək, o doğrudan da bizə nəticə olaraq onları verəcək. Azərbaycan dilindəki çox gözəl bir atasözün xatırlatdı rəfiqəm mənə bugün ki, doğrudan da biz beynimizə də nə əkirsək, onu da biçirik. Mümkün deyil ki, əkmədiyimiz şeyi biz beynimizdən biçə bilək. Nəyi veririksə, o da bizə eynisini qaytarır ki, bax, sən mənə o dəfə bu məlumatı vermişdin, mən də səni qaytarıram. Ona görə də çox önəmlidir ki, biz beynimizə də, həyatımıza da, ümumiyyətlə bizim ətrafımız, həm daxilimiz, həm xaricimizə istədiyimiz şeylər alaq, istədiyimiz hadisələrdən danışaq, istədiyimiz insanlarla münasibət quraq, istədiyimiz, yəni nəyi istəyiriksə doğrudan da onu yaratmağa çalışaq. O demək deyil ki, hər istədiyimiz o an, istədiyimiz dəqiqə qarşımıza çıxacaq. Həyatın da bir öz ritmi var, hansı ki bizdən kənar irəliləyir. Amma ki, əminəm ki, hər bir insan düşüncəsi, hansı ki beynimizə oturtulur, yaxşı ya pis, doğrudan da bizim qarşımıza çıxır və biz o anları yaşayırıq. Amma ki, hansı yaxşı və pisi görmək istəyirik həyatımızda və hansını seçirik həyatımızda, bu artıq tamamilə hər birimizin özündən asılıdır.
Mən özüm üçün hər zaman yaxşını seçməyə çalışıram. Bu təbii ki bir universal yaxşı deyil, mənim yaxşılarımdır, mənə xoş olan şeylərdir. Ümid edirəm ki, sizin həyatınızda sadəcə sizin üzünüzü güldürəcək xoş anlardan, xoş insanlardan, hər şeyin ən gözəlindən sizin ətrafınızda olsun.